Selamun aleyküm. Deməli, Zəngilandakı növbəti binanın altında zirzəmi hissədə işlərimizi göstərir. Bu bizim bayırdan gələn kanalımız. Tabii 5-ci kanal vasitəsilə atılıb. Yəni kanallar bu şəkildə hər bir bloklara, buradan da digər o hissədən də şitxanaya atılacaq kabeldir. Bir dəqiqə göstər. Qardaşlar da deməli hal-hazırda burada torpaqlama ilə məşğuldurlar. Bu əvvəlcədən əvvəlcədən atılmış, binanın altından atılmış 4-ün 40'a açıq qovunlu torpaqlamanı qaynaq vasitəsilə şitxanaya atılacaq. Yəni torpaqlamamızın müqaviməti 4 ohmdan azdır. Bunu laboratoriyaya təsdiq olunub, biz oradan torpaqlamanı şitxanaya atacaq. Bu şəkildə hal-hazırda göstərdiyimiz hissədə kanal hissəni atmışıq içəri. Digər şitxanamıza gedirik. Burada bayırdan gələn güc kabellərimiz, zirzəmi hissəyə gələn kabellərimiz atılır, şitlərimiz asılır. Bu şəkildə. Digər başqa. Vay Fuat, deyən bir dəqiqə. Bu hissədə deməli, bu bizim baş paylayıcı işimiz. İçərisində hazır şəkildə avtomat qazımızı oturdurmuşuq, zavod şəraitində yığılmış işimizdir. Gələn güc kabellərimiz digər əvvəl göstərdiyimiz şeydəki kimi oturdurulacaq avtomata bu şəkildə paylamalar. Blok ışıqlarıdır, zirzəmiyə gedəndir, digər nasosa gedən və s. Hamısı kabellər kanal vasitəsilə oturdurulacaq. Hal-hazırda uşaqlar torpaqlamanı işləyirlər, gətirib kanala salacaq, şişitlərə otuzduracaqlar. Bu qədər, növbəti videolarımızda görüşərik.